Deyək ki, endokrin xəstə hormon balansını bərpa elədi müalicə əsasında və cinsi zəifliyi aradan qaldırıldı. Bu o deməkdir ki, bir daha elə problem olmayacaq, yoxsa davamlı olaraq müayinə olmalı? Yox, söhbət elə qoyulmur axı. Birincisi, şəkərli diabet tam müalicə olundu, qutardı, aradan çıxdı məsələsi yoxdur. Burada fərzin gözlənilməsi var. Eyni zamanda həmin insan daimi nəzarətdə qalmalıdır. Çünki şəkərli diabetin verdiyi çox ağır fəsadlar var. Əsas periferiyada damarlar yəni problem yaradır. Ondan əlavə, yəni biləsiniz, yəni şəkərli diabet olan insanlarda psixoloji oyanıqlar da meydana gəlir. İnsanların sistem də oyanır. Eyni zamanda şəkərli diabet olan insanlarda böyrək sistemində ən böyük zədələnmələr, yəni böyrəyin özündə gedir. Böyrək funksiyası pozulması gedir. Yəni bunlar nəzarət olunmalıdır. Yəni bilirsiniz, həkimlik individual bir şey deyil ki, yəni belə bu endokrin xəstəliyi bundan alınır. Çünki bunu verə biləcək fəsadlar var. Qaraciyər funksiyası, böyrək funksiyası yoxlanmalıdır bu, bərpa olunmalıdır.